Hal-hazırda uzun yola çıxırıq. İstədim bu yolu dəyərləndirim. Sizlərlə sual-cavab videosu çəkeyim. Dünən paylaşmışdım Instagramda. Oradan gələn suallarınızı cavablandıracağım. Əlavə olaraq mənə çox yönləndirdiyiniz sosial media ilə bağlı bütün suallarınıza burada həm cavab tapacaqsınız, həm də problemlərinizə həll. Hashtaglardan həqiqətən faydalana bilərikmi? Yoxsa bunlar sadəcə dekorasiyadır? Hashtaglardan əslində sosial mediada bütün funksiyalar istifadə olunması üçündür. Heç biri dekorasiya deyil. Sadəcə az işləyəni var, çox işləyəni var. Hashtaglar da az işləyənlərdəndir. 2 dənədən, 3 dənədən artıq yazmağınız məsləhət deyil. Videoların keşfdə düşməsində video kalitəsinin önəmi varmı? Bəli. Var. Çünki videonuz özünüz də məsəl üçün kalitəsiz, belə üzləri bulanıq olan videolara baxmırsınız çox güman ki. Reklam büdcəsini düzgün bölmək üçün hansı platforma seçmək lazımdır? Əslində reklam yerləşdirəndə platforma yox, kreativ seçməliyik. Yəni platformanın heç bir önəmi yoxdur. Yəni büdcəni hansı kreativə verəcəyinizi seçməlisiniz, platformanı yox. Yəni Instagramda qoyun, Facebookda qoyun, TikTokda qoyun, harada qoyursunuzsa qoyun. Əsas olan hazırladığınız postdur. Trendlərə qoşulmaq həmişə yaxşı fikirdirmi? Əgər satış əyləncə səhifəsizsə, boş bir səhifə açmısınız, sadəcə səhifəni böyütmək istəyirsinizsə, yaxşı fikirdir. Amma məhsul satırsınız, xidmət satırsınızsa, hər dəfə trendə qoşulmaq sizə lazımsız auditoriya gətirəcək, dəxlisiz auditoriya. Çünki məsələn, bu bir trenddirsə, başlayır hamı ona baxmağa. Dəxlisiz dəxli. Məsəl üçün, mən tutaq ki, şampun satıram. O trendi çəkməklə mən nə kimi izləyici qazanacam ki? Çünki o trendə boş, mənasız baxış gələcək sadəcə. Yəni, əslində məqsədinizə bağlıdır. Əgər müştəri istəyirsinizsə, trend sizin heç bir işinizə yaramayacaq. Amma əyləncəli bir səhifədirsə, səhifənizi böyütmək istəyirsinizsə, trendlərdən istifadə etməlisiniz. Yox, deyirsiniz, mən yenə də trenddən istifadə edirəm. Tutaq ki, məhsul satırsınız və ya xidmət. O zaman öz səhifənizi uyğunlaşdırmalısınız. Yəni, öz məhsulunuza, öz xidmətinizə uyğunlaşdırıb trendi paylaşmalısınız. Yəni, sizə uyğunluq seçməlisiniz. Aydındır. Sosial media səhifələri hansılardır ki, brendi batıra bilər? Maraqlı sualdır. Sosial media səhifələri hansılardır ki, brendi batıra bilər? Əslində, burada çox səhv var. Məsəl üçün, davamlı olmasanız batıra bilərsiniz. Postlarınız keyfiyyətli olmasa, bayaq şeyə getdik, batıra bilərsiniz. Reklam büdcəniz aşağı gedirsə, daim eyni gedirsə, yenə batıra bilərsiniz. Yəni, əslində çox nüans var. Aydındır. TikTok, Instagram və Facebook hansına fokuslanmaq daha effektivdir? TikToku çıxırıq. Çünki mən TikTokda istifadə eləmirəm. Yəni, elə bir platformadır ki, düşünün ki, Amerikada ara-ara il ərzində zaten açılır, bağlanır. Avropada bir çox ölkələrdə qadağa qoyulub. Yəni, ora çox da güvənmirəm. Yəni, günün birində, misal üçün, kütləni yığdınız, bağlandı, o kütlə batdı, getdi. Ona görə də orada, misal üçün, reklam da yerləşdirəndə auditoriyanı seçmək olmur. Dəxlisiz insanlara göstərir. Əgər hər kəsə satış edirsinizsə, orada reklam yerləşdirmək olar. Yox, amma sizin xüsusi, spesifik bir auditoriyanız varsa, TikToka deyil də Instagram və ya Facebooka yönəlməyiniz məncə daha yaxşı olar. Amma desəz ki, Instagram yoxsa Facebook, hər ikisi, yəni o ikisinin arasında seçim eləmirəm. Çünki Instagram vizual tərəfidir, Facebook reklam tərəfidir. Aydındır. Post üçün qrafik dizayn vacibdirmi, yoxsa kontent əsasdır? Hər iki, əslində sualda biraz anormallıq var. Çünki kontent, post da zaten qrafik dizayner də o kontenti yaradanlardan biridir. Əgər böyük bir büdcəniz varsa, əgər sizin böyük bir markasızsa, qrafik dizaynerlə işləməlisiniz. Çünki qrafik dizaynerlər sizin marka edir. Sizin o postlarınızda brend yaradır və daha gözəl yansıdacaq. Amma siz kiçik bir işlətməsinizsə, orta boylu işlətməsinizsə, məncə əlavə xərcdir. Yenə deyirəm, yəni bu tamamən büdcəyə bağlı bir şeydir. Əgər siz böyük markasınızsa, zaten dizaynerlə işləmək məcburiyyətindəsiniz.
Bəs yeni başlayan SMM menecerlərinə, sosial media marketinq menecerlərinə bir məsləhət ver. Çox təcrübə qazanmaq. Bu bir aya olan bir şey deyil. 3 aya, 5 aya, 6 aya, 7 aya, 1 ilə olan bir şey deyil. Amma zamanla yavaş-yavaş təcrübə qazana bilərsiniz. Hal-hazırki dövrdə əgər SMM-sizsə, məncə daha rahatdır. Əgər sosial media platforması olsaydın, hansı olardın və niyə? Instagram. Niyə? Çünki bax, məncə TikTok çox əyləncəlidir, Facebook da çox ciddidir. Amma Instagram ikisinin ortasıdır. Həm biraz ciddi, həm biraz əyləncəli. Ona görə də Instagram. Story və Reels hansına daha çox diqqət vermək lazım? Story və Reels. Hansına daha çox diqqət etməliyik? İkisinə də. Əslində çox adam story-ni ciddi almır. Bu da səhvdir. Çünki əslinə qalsa satışların 50%, 60% story-də olur. Amma Azərbaycanda bunu çox az istifadə edirlər. Sosial media üçün hansı kontent növü daha çox izləyici cəlb edir? Video, foto, yoxsa mətn? Əgər orada qarışıqdır biraz. Məsəl üçün, yeni izləyici istəyirsənsə video, çünki zaten foto və yaxud da karusel olan postlar takipçilərimizdən başqasına görünmür. Bu sentyabr ayından belədir. Sentyabra qədər karusel kəşfiyyata düşürdü. İndi ancaq takipçilərimizə göstərir. Çox az hissəsi ola bilər ki, yeni izləyici gətirsin sizə. Ancaq əksərən öz takipçinizə göstərir. Amma video sizi hər zaman yenisinə götürəcək, yeni. Aydındır. Reklam kampaniyasında uğursuzluq olsa... Mətinsə gərək o qədər güclü olsun ki, siz onu işlədə biləsiniz. Reklam kampaniyasında uğursuzluq olsa, ilk hansı addım atarsan? Bu qaçınılmaz hal deyil. Yəni hamının başına gəlir ki, reklam kampaniyasında uğursuzluqlar olsun. O zaman ilk işim həmin reklamı analiz eləməkdir. Yəni problem hardadır? Kreativdə, büdcədə, reklamda, platformada, sıxlıqda, nədə olduğunu tapıb, ondan sonra ona görə problemi əldə edərəm. Aydındır. Brend üçün ən vacib sosial media göstəricisi hansıdır? Necə? Etkiləşim yoxsa takipçi sayı? Brend üçün ən vacib Takipçi sayı önəmsizdir, etkiləşim. Aydındır. İzləyici ilə ünsiyyətdə ən önəmli şey nədir bəs? Səmimi olmaq. Aydındır. Sağ olun. Salamat qalın xanım. Nəhayət ki, evimizə gəlib çıxa bildik. Uzun bir yol oldu, yorucu oldu. Bütün suallarınızı cevablamağa çalışdım. İnşallah ki, bütün suallarınıza tam mənasıyla cavab tapa bilmişsiniz. Əlavə hər hansısa bir sualınız varsa bu videonun altına yoruma qeyd edə bilərsiniz və yaxud da açıqlama hissədə Instagram hesabımı qoyacağam. Oradan suallarınızı verə bilərsiniz. Sona qədər izlədiyiniz üçün təşəkkür edirəm, minnətdaram. Hal-hazırda mən gedirəm, siz isə burada qalın, çünki növbəti videoda mütləq görüşəcəyik.